İndi isə zəhmət olmasa dostlar, gəlin bir yerdə 7-ci ayədən, 3-cü fəsil 7-ci ayədən oxuyaq. Filadelfiyadakı cəmiyyət, Filadelfiyada olan cəmiyyət haqqında 7-ci ayədən deyilir. 7-dən 13-ə qədər. Elçin qardaş, zəhmət olmasa oxu. Filadelfiyada olan cəmiyyətin mələyinə yaz. Müqəddəs və haqq olan Davudun açarının sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir. Sənin əməllərindən xəbərdaram. Bax, mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda mənim sözümə riayət etmisən və mənim adımdan imtina etməmisən. İndi isə şeytan yığıncağından olub Yəhudi olmadıkları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və mənim səni sevdiyimi bilsinlər. Dözüm göstərərək mənim sözümə riayət etmisən. Buna görə mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. Tezliklə gəlirəm. Nəyim varsa ona bağlı qal ki, heç kəs tacını götürməsin. Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və öz yeni adımı yazacağam. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Çox sağ ol. Dostlar, hər bir cəmiyyətə İsa baxın nə deyir? Sənin deyir əməllərindən xəbərdaram. Bax bu 7 cəmiyyətə bax bu sözləri deyir. Deyir ki, mən xəbərdaram, xəbərim var. Niyə? Çünki bu cəmiyyəti mən yaratmışam. Bu cəmiyyət mənim cəmiyyətimdir. Bu mənim elə bil yarımdır. Mənim ətimdən, mənim sümüyümdən. Bu mənim cəmiyyətimdir. Buna görə də xəbərdaram. Və deyir, Filadelfiyada olan cəmiyyətin mələyinə yaz. Filadelfiya sözü, mənası bilirsiniz nə deməkdir? Qardaş sevgisi. Necə də yaxşıdır, necə də xoşdur qardaş ilə bir olmaq. Yadınızda da 133-cü məzmurda deyilir. Filadelfiyada doğrudan da elə bir cəmiyyət idi. Bax, həmən o cəmiyyətdə böyük qardaş sevgisi var idi. Və həmən deyir cəmiyyətə yaz, cəmiyyətin mələyinə, cəmiyyətin başqa sözlə elçisinə, xidmətçisinə yaz. Səndən deyir xəbərdaram. Müqəddəs və haqq olan Davudun açarının sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir. Burada İsa deyir ki, mən deyir, haqq olan və Davudun açarını, yəni ki, əldə edirəm. Davudun açarı. Sizcə nə deməkdir? Davud kim olub? Davud peyğəmbər olub. Peyğəmbər olub. Sonra? Padşah olub. Padşah olub. Onu kim seçib? Onu xalq seçib. Xalq seçib, Allah seçib. Allah seçib. Yadınızdadır necə seçilib? Bəli, bəli. Kim deyər, qardaşlar? Rəbb Allah öz elçisini, yəni Samuel peyğəmbəri göndərir Davudun deməli evinə və orada göstərir ki, filan yerdə, yəni xəbər verir ki, filan yerdə mən özümə bir qul seçmişəm. Həmən o seçilmiş şəxs deməli padşah olacaq.
padşah olacaq. Doğrudan da belə oldu və deyir mən ondan çox razıyam. Doğrudan da çox razı olub Rəbbin bəndəsi, Rəbbin elçisi, Rəbbin seçilmiş padşahı, seçilmiş insan və nəhayət doğrudan da peyğəmbər olub. Peyğəmbərlik edib. Nədən danışıb, kim deyə bilər? Bu peyğəmbərlik edib Davud. Allah izzətləndirir. Məsihdən peyğəmbərlik edib. Zəbur ona məxsus olur. Dostlar, heç olmasa bir məzmuru yada sala bilərsinizmi? Məsihdən necə Davud peyğəmbərlik edib? Kim deyər? 15-ci məzmur yadındadır. Orada deyir. 15-cini aç. Oradadırsa aç. Сказал Господь Господу, да? Səhifə 640. Rəbb ağama dedi, Rəbb Rəbbimə dedi, başqa sözlə. Bəli, harada yazılıb? 9-cu məzmurda, açıqlar. Ya da ki, İbranilərin kitabını birinci, orada da Davud, yəni ki, Davudun məzmunundan deyilir. Deyim mən, oxuyum. Buyur. Yarəf çadırında kim qalır, müqəddəs dağında kim məskən salır? Kamillik yolu ilə gedən, əməl salih olan, ürəkdə həqiqəti söyləyən, dilini böhtan gəlməyən, dostuna yamanlıq etməyən, qonşusunu təhqir etməyən, şərəfsə xor baxan, Rəbdən qorxanlara hörmət edən, zərərli olan belə anından geri dönməyən, sələmlə pul verməyən, təqsirini əleyhinə işləməyən üçün rüşvət almayan, əsl sarsılmaz belə həyat sürən insan. Orada Məsihdən bir söz varmı? Orada Yarəf çadırında kim qalır? Aha, və? Müqəddəs dağında kim Məsih? Yəni kimdən söhbət gedir? Burada Məsihdən söhbət gedir. Burada salih insandan söhbət gedir. Yəni ki, salih insan necə olmalıdır? Burada deyilir. Bəli. Gəlin 22-ci məzmuru açın, zəhmət olmasa. Bir neçə məzmur var. Bax, bayaq indi Ravid qardaş da çox gözəl yada saldı 9-cu məzmurda. Amma biz gəlin 22-ci məzmuru açaq. Baxın burada nə deyilir. Bunu Davud deyir. Özündən danışırmı ya kimdənsə? Baxın necə başlanır. Məsih dağında məskən salih Bir dəqiqə. Qulaq asın. 22-ci məzmur. 1-ci ayədən. Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə axzarımdan uzaq durursan, mənə imdad etmirsən? Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, gecə rahatlığım yoxdur. Görəsən özündən danışırmı? Bəlkəm də doğrudan da belə dar günləri, əzab günləri çəkib Davud. Amma baxın necə yazılıb. Həmən məzmurda deyilir. Mən 11-ci ayədən oxuyuram. Məndən deyir, uzaq durma. Elə çıxır ki, Rəbb Allah Davudu tərk edib. Deyir, məndən deyir, uzaq durma, çünki əzab yaxındır. Köməyimə çatan yoxdur. Nə qədər buğa məni dövrəyə salıb, güclü başdan buğaları yan yörəmi bürüyüb. Yırtıcı aslanlar kimi nərə çəkirlər. Məni parçalamaq üçün ağızlarını açırlar. Mən su kimidir, töküldüm. Bunu Davud deyir. Sonra da deyir ki, bütün sümüklərimi oynaqlarından çıxdı. Elə bil ki, bədəni qırılıb əməlli başdı. Sümükləri qırılıb. Davudun həyatında elə bir şey olubmu ki, bunun sümükləri qırılsın? Xeyr, olmayıb. Olmayıb, dostlar. Bəli. Sonra da baxın nə yazılıb. On 16-cı ayəni oxuyuram. Şər insanlar dəstəsi mənə dövrəyə aldı.
it sürüsü kimi yan yörəmi bürüdülər. Ayaqlarımı, əllərimi deşdilər. Sümüklərimi saya bilmirəm. Onlar baxırlar, gözlərini mənə zilləyirlər. Baxın necə yenə təkrar edirəm. Yazılıb ki, ayaqlarımı Davud deyir, əllərimi deşdilər. Elə bir Davud peyğəmbərin həyatında elə bir şey olubmu? İsa Məsih Amma biz görürük ki, burada deyir ki, ayaqlarımı da, əllərimi də deşiblər. Və ətrafımda bu aslanlar, bu buğalar belə deyək də, yığılışıb yırtıcı kimi az qalıb məni yesinlər. Eləmi? Su kimi də deyir ki, mən deyir, artıq deyir, o qədər əzilmişəm deyir. Dostlar, bax bu 22-ci məzmuru evdə oxusanız, görəcəksiniz ki, doğrudan da Rəbb ata Davuda açır bu gələcəyi. Bax gör, oğlum haqqında mən səndən deyir, sir saxlamıram. Oğlumu öldürəcəklər. Öldürəcəklər. Bilirsiniz, mənim bu yaxınlarda bir qardaşla söhbət elədim. Çox xoşuma gəldi. Deyir ki, mən deyir, müjdəni yayanda insanlara İsa Məsih haqqında danışanda mən demirəm ki, İsa Məsih öldü. Mən deyirəm ki, İsa Məsih öldürüldü. Çünki öldü sözü, bilirsiniz, o qədər adamın dünyasını dəyişən var da, belə başa düşürlər. Yox, öldürüldü, öldürüldü. Dostlar, öz canını fəda edib, qurban verib, əyaqları, əlləri deşilib, elə bir əzablardan keçib, döyüblər, tüpürüblər, alçaldıblar, mismarlayıblar və nəhayət Peter deməli, Həvarilərin kitabında biz 2-ci fəsildə oxuyuruq. Peter öz vaizində deyir ki, deyir, onu siz deyir, öldürdünüz. Çarmıxa çəkib deyir, öldürdünüz. Və 3-cü günü dirilib. Və dostlar, Davud peyğəmbərə, baxın, Rəbb ata onu seçir və ona hakimiyyət verir. Hakimiyyət onun əllərindədir. Daha doğrusu əlində. Davud peyğəmbərin nəslindən gələndə İsa Məsihdir. Davud oğlu İsa Məsih. Davudun açarları, başqa sözlə, bu hakimiyyət mənə verilib. Yerdə və göydə olan səlahiyyət deyir, mənə verilib. Buna görə də gedin, bütün insanlara vəz edin, öyrədin, deyin, mənim haqqımda deyir. Biz Yahyanın Vəhiy kitabında da oxuyuruq. Burada İsa Məsih deyir ki, mən kiməm? Bax, göydə olan, Davudun açarının sahibi, açdığını heç kəs bağlaya. Əgər mən açmışamsa bu yolu, heç kəs bağlaya bilməz. Yox, əgər mən bağlamışamsa, bu qapıları yəni ki, bu xilas qapılarını bağlamışamsa, heç kəs aça da bilməz. Dostlar, göylərdə bütün hakimiyyət kimə verilib? İsa Məsihə. Yəni, başqa sözlə, bütün padşahların padşahı, peyğəmbərlərin peyğəmbəri də, belə deyək də, seçilmiş İsa Məsihdir. Mən imansız olanda, 14-15 yaşım olanda, xəbərim yox idi. Mən də məktəbdə oxuyanda imtahanı keçirdim. 10-cu, 11-ci sinifi bitirəndə, indi axırıncı imtahanlardan keçərək, bilirsiniz, çox belə istər-istəməz insan narahat olur da, həyəcan keçirdir. Deyirdim ki, ay Allah, görəsən, yaxşı qiymət ala bilərəmmi ya yox? Onda da testlər belə, yəni ki, imtahan testlərlə keçmirdi. Yadınızdadırsa belə biletlər var idi, belə biletləri, yəni ki, nömrəni çəkib, hansı bilet düşübsə,
1-dən 30-a qədər məsəl üçün. O deməli orada verilən suallara sən cavab verməlisən ya da ki yazı ilə, yəni ki yazmalısan. Mən də bilirsiniz, indi yadımda deyil kim mənə başa salıb, onu deyib də kimsə deyib indi. O vaxtdan da yadımda qalıb. Deyirdilər ki, sən belə dua elə. Sənə kömək edən bilsən kim olacaq? Dua eləklə ki, ey peyğəmbərlərin peyğəmbəri mənə kömək et. Mən anlamırdım. Amma bugün anlayıram. Peyğəmbərlərdən üstün bütün peyğəmbərlərin peyğəmbəri İsa Məsihdir. Doğrudan da belədir. Əzizlərim, və dəfələrlə də mənə kömək edib, dualarımı eşidərək qəbul edib, məni də imtahandan keçirdir, tərbiyə verir. Çünki mənim də ehtiyacım var. Mən də tərbiyədən keçməliyəm. Hardasa yıxılıram, məni qaldırır. Hardasa quzu məsəl üçün yoldan çıxarkən çoban nə edir? Quzu itəndə çoban nə edir? Quzunu axtarır. Amma quzu sıradan çıxanda qaytarır. Necə qaytarır? Bizim qonşumuz bir qonşumuz var idi, çoban olubdu. Bilirsiniz necə qaytarırdı? Ya itlərini göndərirdi, çoban itləri. Ya da ki bir daşı götürüb kəlləsindən çırpırdı, vururdu ki, qayıt görüm. Qayıt sürüyə qayıt. Bilirsiniz, rəf də hərdən bizi belə qaytarır. Başqa çarə yoxdur. Qulaq asmayanda, başa düşməyəndə bax bu cür. Və dostlar, bax burada Filadelfiyada belə gözəl bir cəmiyyət olub. Və Rəbb deyir ki, bax mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün deyir az olduğu üçün, yəni az olduğu halda mənim sözümə riayət etmisən sən və mənim adımdan imtina etməmisən. Çox xoşuna gəlir. Çox xoşuna gəlir. Bax buna görə də Rəbb bu cəmiyyətə xeyir dua verir. Gücün az olsa da belə. Bəlkə kəlamı danışa bilmirsən. Bəlkə o qədər də iştirak edə bilmirsən. Gücün çox azdır. Amma Rəbbə ki sadiq qalırsan, sən Rəbbin işığısan. Sən Rəbbin işığısan və Rəbb səndən onda çox razı olur. Buna görə mən də səni yer üzündə yaşayanların sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. Bu cəmiyyətə deyir. Dostlar, bax bu bizim dövrümüz, bu zaman çox çətin zamandır və bu dövrdə bax belə cəmiyyətlərdən azdır. Çox az qalıb. Belə cəmiyyətləri Rəbb İsa deyir ki, gələcək sınaq zamanından qoruyub saxlayacağam. Yəni bütün dünya üzərinə gələcək sınaq zamanı yaxındır. Yaxındır. Bu haqda biz danışacağıq. Allah qoysa danışacağıq. Hə, amma deyirsən, əgər Rəbbə sadiq qalırsansa, deyir mən səni qoruyacağam. Və deyir ki, tezliklə də gəlirəm. Tezliklə gəlirəm. Uzaq deyil. Uzaq deyil. Bax bu cəmiyyətə deyir ki, mən tezliklə gəlirəm. Qulağı eşidən qoy eşitsin. İndi isə gəlin o bir cəmiyyətə baxaq. O bir cəmiyyətə belə deyirmi? Xeyr. Necə deyir? Gəlin bunu da oxuyaq. Zəhmət olmasa 14-cü ayədən axıra qədər Elçin qardaş bir də oxu. Lavdokiyada olan cəmiyyətin mələyinə yaz. Amin olan, sadiq və etibarlı şahid, Allahın yaratdıqlarının mənşəyi belə deyir. Sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki, ya soyuq, ya da isti olaydın. İndi ki, nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. Çünki deyirsən, varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kör və çılpaqsan. Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün
məndən od içində xalis olan qızıl alasan. Həmçinin geyinib çılpaqlığının aybını açmamaq üçün ağ paltar alasan. Gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. Bax, qapının önündə durub onu döyürəm. Kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm. Və mən onunla, o da mənimlə birgə şam edəcəyik. Qalib gələnə mənimlə birgə öz taxtımda oturmağa imkan verəcəyəm. Mən də eləcə qalib gəlib atamla birgə onun taxtında oturmuşam. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Çox sağ ol. Deməli, baxın dostlar, Filadelfiyadakı olan cəmiyyətə deyir ki, tezliklə deyir, gəlirəm. Nəyim varsa ona bağlı qal, heç kəs tacını götürməsin. Amma Ladikiyada olan cəmiyyətə belə demir. Demir, tezliklə gəlirəm. Bilirsiniz nə deyir? 20-ci ayəni oxuyaq. Bax, deyir, qapının önündə durub onu döyürəm. Artıq qapı ağzındadır. Demir, tezliklə gəlirəm. Mən artıq demək olar ki, gəlmişəm. Qapı ağzındayam. Bilirsiniz də nə deməkdir? Mən bir yax Emin qardaşa zəng vurdum. Emin qardaş hardasan? Deyir, qapı ağzındayam deyir. Gəlmişəm. İsa Məsih deyir ki, artıq o qədər yaxınam ki mən. Düz qapının ağzındayam. Bax deyir. Bax deyir. Onu da döyürəm. Bir var durmuşam, bir var da ki döyürəm. Eşidirsənmi? Mən deyir gəlmişəm. Çox yaxınam deyir. Sən onu açan kimi görəcəksən deyir. Ladikiyada olan cəmiyyət. Ladikiya sözü bilirsiniz nə deməkdir? Deməli, əgər Filadelfiya qardaş sevgisi deməkdirsə, Ladikiya demokratiya deməkdir. Bu cəmiyyətdə demokratiya var idi. Demokratiya bilirsiniz nə deməkdir? Rəbbə yox, xalqa hakimiyyət verilir insanlara. Nə istəyirəm, onu da edirəm. Cəmiyyətdə nə etmək istəyirəmsə, onu da edirəm. Heç kəs də mənə bir söz deyə bilməz. İstəyirəm, özümü belə aparıram, istəyirəm, bu cür hərəkət görürəm. İstəyirəm, içirəm, istəyirəm, gəzirəm, istəyirəm, laf belə günahlar işlərim. Heç kəs mənə bir söz deyə bilməz, məni buradan qova da bilməz. Artıq mən cəmiyyətin üzvüsüyəm, Rəbb məni bağışlayıb. Kimsiz ki, siz məni buradan, yəni məni məzəmmət edib, məni buradan kənarlaşdırmaq istəyirsiniz. Bax, Ladikiyada olan cəmiyyət belə olub, demokratiya. Biri belə, biri belə. Pastor da bir söz deyə bilmir. Ay qardaş, sən belə niyə özünü aparsan? Ay bacı, sən niyə belə geyimin belədir? Yaxşı deyil axı. Ay bacı qardaşlar, siz axı niyə cəmaatı böldürürsünüz? Axı niyə həyatınız müqəddəs deyil? Rəbb deyir ki, müqəddəs olun çünki mən müqəddəsəm. Siz isə deyirsiniz ki, artıq Rəbb məni bağışladı. Sən kimsən ki, sən burada mənə bir söz deyirsən. Ladikiyadakı olan cəmiyyət bax bu vəziyyətdə olub. Və amin, amin nə deməkdir? Belə də olsun. Belə də olsun. Ya da başqa sözlə təsdiq olunan sözdür. Rəbb artıq sonuncu söz onun sözüdür. Təsdiq edir və deyir ki, amin olan sadiq və etibarlı şahid Allahın yaratdıqlarının mənşəyi belədir. Mənşəyi, yəni hər başlanğıcı da belə, hər bir şeyin başlanğıcı. İstoçnik, daha doğrusu, bəli, mənşəyi, proisxождение, istoçnik, başlanğıcı da belə deyil. Və baxıram, deyir, sən, deyir, bu cəmiyyətə, deyir, nə deyir, soyuqsan, nə də istisən. Heç. Kaş ki, ya soyuq olaydın, ya da isti olardın. Amma sən nə soyuqsan deyir, nə də
isti. Həmən o şəhərdə Ladikiyada deyir ki, bilirsiniz, belə bir su kanalı deyir keçirdi. Ora gələn insanlar, yəni orada istirahət edənlər o sudan içərkən bilirsiniz, o saat irgənirdilər. Necə ki yazılıb, indi ki nə isti, nə də soyuq olub ilıqsan, səni deyir ağzımdan qaytaracağam deyir. İsti zamanı, yəni yay vaxtı belə deyək də, suyu içəndə hansı sudan istifadə edirsiniz? Sərin sudan. Sərin sudan, elə deyilmi? Bəli. Kaş ki soyuq olaydı. 7-dən 12-yə qədər gigiyenik. Ya da isti. Ya da isti. O ki nə istisən, nə də ki soyuq. Qaytarıram. Bax bu vəziyyətin belədir. Vəziyyətin deyir belədir. Deyir ağzımdan deyir. Çünki deyirsən ki varlıyam, zənginəm. Mən gedib dərs oxumuşam. Mən məktəblərdə oxumuşam. Mən kursları keçmişəm. Mən varlıyam. Mənim birliyim az deyil. Az deyil. Amma bilmirsən ki zəlil, yazıq, yoxsul, bir də ki nə? Körsən deyir. Görmürsən. Körsən doğrudan da elə. Və çılpaqsan. Və çılpaqsan deyir. Bax, Rəbb İsa bu cəmiyyətinin vəziyyətinə baxanda deyir ki, heç xoşuma gəlmirsən, deyir, ağzımdan səni elə bil ki, qaytaracağam. Əgər Sardada biz oxuyuruq ki, Sardadakı olan cəmiyyətə Rəbb deyir ki, adım var ki, güya dirisən, əslində isə ölüsən. Burada daha da betərdir. Özünü elə sayırsan. Mən zənginəm, Rəbsiz də elə bir artıq mən yaşaya bilərəm. Mənə Rəbb lazım deyil ki, başa salsın. Mən hər şeyi başa düşürəm. Dostlar, vəziyyəti çox ağırdır və bilirsiniz, maraqlısı nədir? Harda 2 yaxud 3 nəfər Rəbbin ismi ilə toplanıbsa, Orada mən varım. orada deyir, mən varam. Amma burada isə biz oxuyuruq, qapının ağzındadır, kənardadır. Elə bil ki, İsa'nı cəmiyyət qovub. Yoxsan burada. Və deyir ki, budur. Qapı ağzında durmuşam. Uşaq Bibliyasını görmüsünüz dostlar? Var sizdə. Uşaq Bibliyasının deməli həmin o kitabda maraqlı bir Uşaq Bibliyasında orada bir şəkil var. Deməli qapı ağzında İsa Məsih durub və onu döyür. Rəssam maraqlı çəkib. Maraqlısı nədir? Hə? Yo, maraqlısı bilirsiniz nədir? Qapının nəyi yoxdur? Bu tərəfdən yoxdur, o tərəfdə var. Ay sağ ol. Bu tərəfdən yoxdur, o tərəfdə. Bu tərəfdən bəli, ruçkası yoxdur. O biri tərəfdən, yəni ki, içərdən kimsə aça bilər. Kimsə aça bilər onu. Yəni mən bunu aça bilərəm. Rəbb yalnız qapını döyür. Qapını döyür. Budur. Budur deyir. Eşidirsənmi məni? Mən onu deyir döyürəm. Kim səsimi eşidib, qapını açsa, onun yanına gələcəyəm. Və mən onunla, o da mənimlə birgə şam edəcəyik. Və sonra da İsa Məsih o əvvəlki cəmiyyətlərə haqqında oxuduq. Orada da elə deyilir, burada da. Amma burada baxın necə qalib gələn, yəni ki, ey cəmiyyət, ey orada olan bacı qardaşlar, siz qələbə çalmalısınız. Qalib gəlməlisiniz. Qalib gələnə mənimlə birgə öz taxtımda oturmağa imkan verəcəyəm. Bu bilirsiniz nə deməkdir? Mənimlə bir yerdə taxtımda oturmağa imkan verəcəyəm. Nə deməkdir? Yəni o ardınca gedən o insanlar. Ümumiyyətlə taxtda kim oturur? Kim oturur? Padşah oturur. Və burada yox, göylərdə. Siz təsəvvür edin, günlərin birində biz bu dünyanı tərk edəcəyik. Hər bir adam bu dünyanı tərk edir, elə deyilmi? Yazılıb da, yazılıb. Hamı tərk etməli, hamı ölüb, sonra Allahın qarşısında durmalıdır. Və öz həyatına görə cavab verməlidirlər. Burada da deyilir ki, mən ki orada padşaham,
Mənim taxtımda sən mənimlə birgə oturacaqsan. Bilirsiniz nə deməkdir? Bütün mələklər də bunu görəcək. Sən hamıdan üstünsən. Bax, bu səviyyəyə mən səni qaldıracağam. Paşa ilə oturmaq bir taxta bilirsiniz nə deməkdir? Bilirsiniz nə deməkdir? Onunla yalnız kim otura bilər? Onun övladları. Salih. Qulları otura bilməz. Yalnız balaları otura bilər. Bu mənim balamdır. Ya da belə deyək, bu mənim gəlinimdir. Bax, maşını sürürəm də, belə deyək də, maşın sürürəm. Maşında, yəni ki, bax, yoldaşımı da götürsəm, də burada olan bacı qardaşları götürsəm. Sizcə, yoldaşımı hara otuzduracağam? Bölümdə. Düz yanımda da, elə deyilmi? Bəlkə arxada qoy otursun. O bir bacı qardaşlar otursun qabaqda. Yox, bu hörmətdir, bu öz yeri. Amma hamı deyir ki, bu nə olan bir şeydir? Bu nə olan bir şeydir? Bu sənin yoldaşındır. Yanında oturmalıdır. Elə deyilmi? Eləcə də bu mənim balamdır. Qabaq yer təhlükəlidir. Yox, söhbət ondan getmir. Bu mənim övladımdır. Taxtımda oturacaq. Taxtımda oturacaq. Qalib gələnə mənimlə birlikdə öz taxtımda oturmağa imkan verəcəyəm. Mən də eləcə qalib gəlib atamla birgə onun taxtında oturmuşam. Yəni ölümə qalib gəldim. Bu günahlı həyata, yəni ki, bizim günahlarımıza görə ölüb və bu ölümə qalib gələrkən atamla bir yerdə onun taxtında oturmuşam. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Bax, belə gözəl bir Rəbb Allah tərəfdən hər birimizə vədlər verilib. Dostlar, demək olar ki, bu bütün cəmiyyətləri biz oxuduq da, hər bir cəmiyyətin vəziyyəti necədir? Bu həm cəmiyyətlərə aiddir, həm şəxsə də aiddir. Yəni ki, hər birimizə aiddir. Gəlin, hər birimiz özümüzə baxaq. Bax, hansı bu yazılıb ki, filan cəmiyyətin mələyində deyil. Təsəvvür edin ki, bu cəmiyyətin mələyi sənsən. Onlardan biri mənəm. Vəziyyətim necədir? Bu elə bil ki, bizim üçün güzgüdür. Bu güzgüyə baxıb özümüzü görək. Görəndə də, yəni ki, özümüzü yoxlayaraq Rəbbə dua edək ki, ya Rəbbim, bax, vəziyyətim belədir. Ya qardaş sevgisi var məndə, ya da ola bilsin ki, elə bil ki, özümü diri sayıram, amma ölüyəm. Ya da ki, nə soyuğam, nə də ki, isti, belə deyək də. Ya da ki, dözümlüyəm. Ya da ki, ilk məhəbbət itib. Gəlin özümüzü yoxlayaq. Qoy Rəbb hər birimizə xeyir versin. Amin.